Usikum ibadallah bitəqvallah. Esselamu aleykum cəmiən və rəhmətullah və bərəkatuhu. Sizi və özümü ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Cüməniz xeyirli olsun, bərəkətli olsun. Bu cümə mübarək, müqəddəs Ramazan ayının ilk cüməsidir və Allahdan bu cümədə hər birinizə bol-bol tövfiqat diləyirəm. Uca Rəbbim bu ay boyunca tutduğunuz oruçları, verdiyiniz ihsanları, iftarları, sədəqələri, nəzirləri ali dərəcədə inşallah qəbul eləsin. Allaha and verirəm izzət və cəlalına. Allah Teala bu ayda bütün az qarınları doyursun. Allah Teala bütün dünyasını dəyişmiş insanlara qəni-qəni rəhmət eləsin. Bu cəmi ki, cümədə hüzur tapıblar, dünyadan köçənlərinin ruhu şad olsun, məscidi bəna edənin, dünyadan köçənlərinin ruhu şad olsun, İmam Zaman ağanın zuhuru təcil olsun, salavat inayət edin inşallah. Ali Muhammed və accil fərəcəm. Müqəddəs Ramazan ayı haqqında çoxlu hədislər mövcuddur. Bu hədislərin bir sırası müqəddəs ayı bizə tanıdır. Bir sırası bu ayın savablarını deyərək bizi bu ayda oruç tutmağa həvəsləndirir. Bir sıra hədislər isə bu tutduğumuz orucun mükafatı nədir? O mükafatı bizə göstərir. Heç nə muzlu mükafatsız deyil bu dünyada. Hər nə bu dünyada sən bir xeyir iş görsən, onun mükafatını Allah Təbarək və Təala Quran-ı Kərimdə buyurur ki, zərrə qədər xeyir iş görsən mükafatını alasın. Zərrə qədər də şərr iş görsən cəzanı alasın. Cəza və mükafat bərabərdir. Peyğəmbərimizin halətində yazırlar, deyir, müqəddəs Ramazan ayı daxil olanda Peyğəmbərimizin rəngi dəyişərdi. Peyğəmbərimizin əxlaqı daha da əvəz olardı. Peyğəmbərimizin xeyir işləri daha çox olardı. Buyurdur, İnnəhu kana izə dəxələ şəhr-i Ramazan təğəyyərə ləvnuhu. Deyir, o zaman ki, müqəddəs Ramazan ayı daxil olardı, təğəyyərə ləvnuhu. Onun üzünün cizgiləri dəyişərdi. Biraz bu aya məsuliyyətdən yanaşardı və biraz da təbəssümlə yanaşardı. Məsuliyyəti buydu ki, bu ay ağır aydır. Bu ay məğfirət aydır. Bu ayın bütün ləhzələrindən, saatlarından, dəqiqələrindən gərək istifadə eləyəm. Üzü sevinirdi, təbəssüm dolu olurdu. Buna görə ki, bu ay bütövlüklə rəhmətdir. Bu ay bütövlüklə ibadətdir. Bax, indi siz hal-hazırda dayanıbsınız, siz ibadət halətindəsiniz. Peyğəmbərimizin hədisi belədir. Deyir, müqəddəs Ramazan ayının orucunu tutan şəxsin nəfəsi təsbihdir. Təsbih də ibadətdir. Siz hal-hazırda diliniz zikr oxumasa da, otduğunuz yerdə siz zikirdən məşğulsunuz. Çünki sizin hal-hazırda aldığınız bütün nəfəslərin sayı Allah qatında zikirdir. Nə əcib aydır bu ay. Bu ayı düşünmək üçün, dərk eləmək üçün iman dolu bir qəlb lazımdır. Bu ayı gərək tanıyaq. Allahdan bilirsiniz nə istəyim bu ayda. Allahım, müqəddəs Ramazan ayını mənə tanıt. Ayı mən iki cür tanıya bilərəm. Bir bu cür tanıya bilərəm ki, səhər o başdan yeməyi yiyim, axşam da iftar eləyim. Bu səthi aşağı tanışlıqdır. Bir də yox, bunun içərisində o gözəlliklər var, o mehribanlıq var, o şövkət var, o əff etmə var, o qədər Allahın məğfirəti var, onu bilmirəm ki. Deyir, Allahım, onu mənə dadızdır. Mənə onu başa sal. Onu mən bilsəm, bu müqəddəs ayın bütün dəqiqalarından fürsət bilərək istifadə eləməliyəm. Və kəsurat salatuhu. Peyğəmbərimizin namazı çoxalardı.
Peyğəmbərimiz bilirsiniz ki, müstəhəb namazları çox idi. Hətta gecə təhəccüd namazı, gecə ibadəti Peyğəmbərə farz idi, vacib idi. Bizə ki, vacib deyil. Bununla belə Peyğəmbərimiz deyir, namazını bu ayda çoxaldardı. Baxın, tövsiyə budur ki, hər kəsin qəza namazı varsa, bu ayda çalışdığı miqdar qəza namazlarını boynundan salsın. Bilirsiniz ki, qəza namazı vacibdir ki, mən onu qılmalıyam. Qəza orucu da vacibdir ki, mən onu tutmalıyam. Məhşər günü müstəhəbdən sual yoxdur ki, amma qəzadan sual var. Qəza namazlarını niyə qılmadın? Bu ay fürsətdir. Həm bu ayda ibadət etmiş olursan, həm də qəza namazlarını boynundan salmış olursan. Gündə bir dənə 17 rəkətdə namaz qıl. 2 sübh, 4 zöhr, 4 əsr, 3 şam, 4 işa. Hər günə bir dənə namaz qılsan, bir ayın qəzasına boynuna salıbsan. Bəzi insan da eləyə bilər, vaxtı varsa da bir günə, məsələn, neçə günün qəza namazını qılsın. Deyir, Peyğəmbərimizin müqəddəs Ramazan ayında namazı çoxalardı. Və hər zaman bu ayda bir sail, bir dilənçi, bir fəqir Peyğəmbərə əl uzatsaydı, Peyğəmbər heç zaman onu əl-boş qaytarmazdı. Ümumiyyətlə əl-boş qaytarmırdı. Amma bu ayda nədənsə daha xüsusi. Heç kəsin əlini boş qaytarmazdı. Və hər nə qədər imkanı var idi, qulları azad eləyərdi. Bilirsiniz ki, o zamanda quldarlıq devri idi. Ən böyük savablardan biri buydu ki, o qulu insan azad eləyir. Qul da azad eləməyə ürək lazım idi. Elə bir qulun qiyməti çox baha idi. Deyir, məhşər günü hər kəsin tutduğu oruc ona təqdim olar. Bax, sən nə keyfiyyətdə oruc tutubsansa, o keyfiyyətdə də sənin orucun təqdim olar. Allahdan bu günlərdə istəyək ki, Pərverdigara, tutduğumuz orucları o qədər keyfiyyətləndir ki, məhşər günü onu bizə təqdim eləyən zaman üzümüz gülsün inşallah. Bu ay digər aylardan fərqlidir. Keçən cümədə danışmışdıq. Bu ay özəlliklərlə doludur. Bu ay başdan ayağa ibadətdir. Bu, o biri aylardan fərqi var. Deyir, bu ayın o biri aylardan fərqi olduğu kimi, sənin də gərək bu ayda o biri aylardan fərqin ola. Ay nə cür fərqlidir? Şəbandan Ramazan ayı nə cür fərqlidirsə, sən də şəxs olaraq Şəbanla Ramazan ayında fərqli olmalısan. Bu ay nə cür ibadətlərlə dolu olmalıdırsa, sən də ibadətdə olmalısın. Deyir, bu ayda mənim fərqim nədir? Nə cür fərqlənməliyim? Kəsrət-i dua, duaları çoxaltmaq, namazı çoxaltmaq, insan öz nəfsinlə mübarizəni gücləndirmək. Onlar bu ayın ömdə məsələlərindəndir. Tək bu ayda bu deyil ki, səhər orucunu hoydu-hoyduya bağla və axşamda gözlə iftarın zamanını, iftar gəlsin, 5 dəqiqədə doy, dur kənarda. Bu zahirdir, orucun bahtini döy. Orucun bahtinini düşünməkdən ötəri gəlib biraz mütaliə eləyək, hədislərə baxaq və biraz Allahdan istəyək. Deyək, bu ayda dualar müstəcabdır. Siz bir dəfə olub ki, bu ayda düşünəsiniz, mən Allah səndən nə istəyəm bu ayda? Hər kəsin bir hacəti var, bir diləyi var. Elə eyni şeylər istəyim, o bir aydakı şeylərdən istəyim. Yoxsa əlavə bir şeylər istəyim, əlavə mərifət istəyim Allahdan. Bu müqəddəs ayın özünə məxsus təsirləri var. Bəzi təsirlərə malikdir bu ay. Deyir, bu ayın birinci əsəri, təsiri budur ki, deyir, bu ayda insan ruhu inkişaf eləyir. Bu birinci təsir. Ruh inkişaf eləyir. Ruh inkişafı özü də sürətlidir. Nə cür sürətlidir? Deyir, bu ayı təyyarəyə bənzədiblər. Hədislərdə bu ay haqqında o qədər savab deyilir ki, biz belə düşünürük ki, sanki bu ay bir təyyarədir.
Baxın, bir insan əgər müsafirətə çıxsa, səfərə çıxsa, bax, ya piyada gedə bilər, ya velosipeddən gedə bilər, ya motosikletdən gedə bilər, ya maşınla gedə bilər, ya da təyyarədən gedə bilər. Bunların hansı səni məqsədə daha rahat, daha surətli, daha ruhun incimədən çatdırır və onun xərci də o birilərindən daha çoxdur. O təyyarədir. Təyyarədir. Bir enişi var, bir qalxışı var, bir enişi var. Tamam. Ruhun incimir də. Minlərlə kilometri bir saata gedirsən. Çox rahat. Əsrə deyirlər, surətli. Bir müqəddəs Ramazan ayı bu cürdür ki, insanın inkişafını surətli aparır. Məsələn, insan o biri aylarda yavaş-yavaş getdiyi halda, müqəddəs Ramazan ayında Allah Teala insanın inkişafını surətləndirir. İnsana savablarla birlikdə insanı nədir? Uca məqamlara qaldırır. Bu müqəddəs ayın əsərlərindən biridir. Baxın, insan inkişaf eləmək istəyir. İnkişaf insanın həyat prinsipidir. Elə bir insan varmı ki, bu dünyada yaşayır, mən inkişaf eləmək istəmirəm? Yalan sözdür. Bəzi insan iqtisadiyyatda inkişaf eləmək istəyir. Biznesdə inkişaf eləmək istəyir. Bəzi insan siyasətdə inkişaf eləmək istəyir. Bəzi insan kəşflərdə inkişaf eləmək istəyir. Bəzi insan elmdə inkişaf eləmək istəyir. İnkişaf hərəkətdir, yuxarıya doğru qalxışdır. Görürsən, insan nə əcəb bu dünyada hər bir şeyin inkişafında düşünür, amma ruhunun inkişafında düşünmür. Allah insanın ruhunun inkişafında düşünür. Deyir, bu ay sənin ruhunun inkişafıdır. Bax, gör, bu ayda inkişaf eləyəsən, yoxsa yerində durasın. İnsan hər gün düşünür, nə cür pul qazanım, nə cür inkişaf eləyim, nə cür biznesimi böyüdüm, nə cür siyasi arenada mən yüksəlim, nə cür texnologiyaları inkişaf elətdirim. Və bəzən insan düşünür ki, nə cür ruhumu inkişaf elətdirim. Onlar lazım və zəruridir. Amma ruhun inkişafı da ona paralel olmalıdır. Əgər paralel olmasa ruhun inkişafı bir tərəfli olur. O insana lazımlı xeyri bəxş eləmir. Lazımlı xeyir cisim və ruhun birlikdə hərəkətidir. Müqəddəs ay bizə bu hərəkəti bərabərləşdirmək istəyir. Müqəddəs ay bizə cəhd verir. Müqəddəs Ramazan ayı bizə qüvvə bəxş edir ki, biz bu ayda lazımlı inkişafı başladaq və bitirək. Allahdan tövfiq istəyirəm. Allah bu ayı inşallah o inkişaf ki, nəzərdə tutub, hər birimizin ruhuna bəxş eləsin. Peyğəmbərimizin gözəl bir hədisi var. Qal Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm Əs-saimu fi əbadə. Peyğəmbərimiz buyurur, deyir ki, oruç tutan ibadətdədir. İndi siz oruçsuz hal-hazırda siz ibadətdəsiz. Oruç bir növ ibadətdir. Gün ərzində ibadətdəsiz. Buyurur ki, oruç tutan ibadət halətindədir. Və in kana naiman ala firashihi. Yatağında yatsa belə ibadət halətindədir. Oruç tutan ümumiyyətlə ibadət halətindədir. Yatağında yatsa belə ibadət halətindədir. O zamana kimi ki, biraz bu arxasını düzəldir, deyir, tam da arxeyin olmayın. Elə orucam ibadətdəyəm, yatıram ibadətdəyəm, deyir, gözlə, yavaş ol. Sən o zamana qədər ibadətdəsən ki, maləm yəxtəb muslimən. Bir müsəlmanın qeybətini eləməyəsən. Onda ibadətdəsən. Bilirsiniz ki, qeybət hədislərdə var, deyir, bir mömin bir möminin qeybətini eləyərsə, onun arxasından danışarsa, onun xoşuna gəlməyən, onu narahat edici bir söz deyərsə, sanki ölmüş qardaşının cəsədini, ətini yemiş olar. Bu qədər pis təbir olunur. Deyir, sanki onun ətini yeyirsən və orucunu
Mənəvən batil eləyirsən. Deyir, Peyğəmbərimiz buyurur, deyir, Ramazan ayı sizə ibadətdir. Hətta yatsanız belə, ta o zamana qədər ki, qeybət eləməyə. Ona görə çox xahiş edirəm, həm özümə deyirəm, həm siz əzdəyərli qardaşlara. Bu ay boyunca bir işimizdə bu olsun, müqəddəs Ramazan ayının kənarında dilimizi qoruyaq. Xüsusilə qeybətdən. Çünki qeybət elədi mənası yoxdur. Sanki orucun nədir? Ruhən pozuldu. Mənası bu deyil ki, indi bir qeybət elədi, mən orucun pozuldu, gedək yiyə. Yox, ruhən pozuntusu var orucun, bir də cismən pozuntusu var. Ruhən pozuntusu gərək olmuyor. Hədislər də belə buyurur, deyir. Gərək sən ruhən dayanasan, sən inkişafdasan. Gərək nədir? Ruhunu möhkəmlədəsən ki, o pozuntu olmuyor. Sənin nəfəsin nə qədər zikirdirsə, sən gör, indi dilində zikr oxusan, bunun nə qədər savabı var. İndi bu ayda başlayasan, gecə və gündüzlər zikr eləyirsən. Subhanallah, Subhanallah, La ilahə illallah. Gör, nəfəsin adi durduğun halətdə zikirdir. Gör, oxuduğun zikrin savabı nə qədərdir. Çox savabı var oxuduğunuz zikirlərin. Ona görə də həm zikirdən, həm namazdan, həm də xüsusi olaraq Qurandan qəflət eləməyək. Bir Quran ayəsinin qiraəti bir xətmə bərabərdir. Niyə belə bir ayda bu feyzdən biz istifadə eləməyək ki, Allah o savabı bizə bəxş eləməsin? Niyə bəxş eləməsin? Quran var taxtçalarda, açın, təfsirinə baxın, açın, mənasına baxın, üz qiraətini eləyin, tərcüməsinə baxın, çox savabdır. Peyğəmbərimizin bir gözəl hədisi var, buyurur, وَهُوَ شَهْرٌ أَوَّلُهُ رَحْمَةٌ وَأَوْسَطُهُ مَغْفِرَةٌ وَآخِرُهُ الْإِجَابَةُ وَالْعِتْقُ مِنَ النَّارِ. Çox gözəl tərif eləyib müqəddəs Ramazan ayını. Buyurur, deyir, müqəddəs Ramazan ayı o bir aydır ki, əvvəluhu rəhmə. Deyir, bu ay əvvəli rəhmətdən başlayır. İlk 10 günlüyü rəhmətdir. İkinci 10 günlüyü və avsatuhu orta olur. Və avsatuhu məğfirə. İkinci 10 günlüyündə deyir, Allah bağışlayır, məğfirətə yetişir. Axiruhul icabə. Üçüncü 10 günlüyü axırları icabətdir. Duaların qəbul olunması. Deyir, möhürdə Allah nədir? Bütün duaları qəbul edir və itqum minənnar. Və insanı atəşdən xilas edir. Hədisdə var, deyir, Ramazan ayının orucu məhşər günü cəhənnəm odunun qarşısında bir möhkəm qalxana çevirilər. Qalxan nədir bilirsinizmi? Qoruyucu alət. Deyir, o od insanları yandırdığı zaman məhşər günü bu ayın hörmətini saxlayıb, bu ayda Allah rızasına oruç tutanlar üçün bir qalxana çevirirlər və onu qoruyar. Ona görə də bu ayı əzəmətdən xatırlayın. Bu ay gözəlliklərlə doludur. Bu ay məğfirətlə doludur. Bu ay bir aydır ki, digər aylardan çox fərqlidir. İkinci əsəri bu ayın budur ki, fəqir və zəngini bərabərləşdirir bu ay. Əsəri budur. Əlbəttə, söhbət iftardan getmir. Ola bilər, deyəsiniz, məsələn, birinin nəcür olur, məsələn, zənginin iftar süfrəsi yaxşı olur, kasıbın iftar süfrəsi zəif olur. Yox. Oruc halətində fəqirlə zəngin eynidir. Hər ikisinin qarnı hal-hazırda boşdur. Hər ikisi hal-hazırda susuzdur. Hər ikisi hal-hazırda dodaqları quruyub. Eyni ilə həcc də belədir. Həcdə yenə deyirəm, o həclər var, gedir, pulu çox eləyir, bahalı oteldə qalır, bahalı yerdə qalır. O yox. Eyni bu süfrə kimi onu da istisna eləyirəm. İhramda, varlı da, milyoner də, prezident də, kasıb da, ən aşağı təbəqənin xalqı da eyni libas geyinir. Təvaf zamanı 2 tikə parçadır. Sənlə onun fərqi yoxdur, mənlə onun fərqi yoxdur. Eyni ilə
müqəddəs Ramazan ayının oruçlu halətində zənginlə fəqirin heç bir fərqi yoxdur. Allah Taala istəyir bu bir ayda bərabərləşdirə. Deyək ki, siz eyni insanlarsınız. Baxmayaraq ki, birinin maddi durumu daha yuxarıdır, birinin maddi durumu aşağıdır. Hal-hazırda mən istəyirəm, ey o zəngin, sən o kasıb dadlığını dadmalısan. Sən ey o zəngin ki, sən ancaq və ancaq brend mallar geyinməlisən, hansısa firmanın ən bahalı ayaqqabısını geyinməlisən, orada rezin çəkilə geyinirsən. Ən bahalı şalvar, ən bahalı köynək geyinməlisən, orada iki tikə parça geyinməlisən. Budur. O kasıb da nə geyinir, sən də onu geyinməlisən. Fərqi yoxdur. Müqəddəs Ramazan ayı da belədir. İnsanları nədir? Bərabərləşdirir. İmam Sadiq əleyhissalamın hədisi var. Buyurur ki, "Əl-illətu fis-siyam liyestawi bihil faqiru vel-gani." Buyurur ki, orucun səbəblərindən biri də budur ki, oruc bərabərləşdirir zəngin və fəqiri. Zəngin və fəqiri bərabərləşdirir. Bu ay belə aydır. Bu ayın birinin də təsirini deyirəm, söhbətimi inşallah tamamlayım. Salavat yad elə Muhammed və ali Muhammed. Əlbəttə təsirlər çoxdur. Mən zamanımız qısa olduğuna görə çox xülasələşdirdim. Bir dənə də təsiri budur ki, insanın iradəsini möhkəmləndirir. O bəzi insan var, o nahar vaxtı gələndə bunun əlləri titrəyir. Günorta vaxtı, yemək vaxtı gələndə yeri göyü çörür. Mənim yemək yox, hazırdır yemək. İnsanın gör nə qədər iradəsini möhkəmləndirir. O insan axşama qədər səbr eləyir. Bəzi insan var, görürsən, siqaret çəkməsə dura bilmir. Birini yandırır, birini söndürür. Gör nə qədər insana iradə bəxş eləyir ki, sən nədir? İmsakdan iftara qədər yasaq olan şeylərdən özün qoruyursan. İstəyir deyək ki, sən bu qədər iradəlisən. Heç bəhanən yoxdur. Günah qarşısında da bu qədər iradəli olmalısan ki, o günahı yerinə yetirməyəsən. Bəzən insan deyir, mən ixtiyarım yoxdur, iradəm yoxdur, dözümüm yoxdur. Deyir, var. Mən müqəddəs Ramazan ayında sənə sübut eləyirəm ki, ey mənim bəndəm, sənin o iradən var. Sən bu işi görməyə bilərsən. Nəcür müqəddəs Ramazan ayında bu iradəni cilovladın və o işlər ki, çəkinməsi lazım idi, onlardan çəkindin. Biz nə cür çəkindin? Demək eləyə bilərsən, sadəcə iradən zəifdir. Bu müqəddəs Ramazan ayı bizə iradəmizi nədir? Gücləndirir. İslam Peyğəmbərinin bir də hədisi var. Buyurur ki, İnnəş-şəqi həqqəş-şəqi mən xərəcə minhu həzəş-şəhr və ləm yuğfər zunubuhu. Buyurur ki, deyir, ey müsəlmanlar, sizə müqəddəs Ramazan ayında ən bədbəxt şəxs kim olduğunu tanıdınmı? İstəyirsinizmi biləsiniz ki, bu ay ki, bu qədər məğfirətlə doludur, rəhmətlə doludur, şövkətlə doludur, bərəkətlə doludur. Belə bir ayda ən bədbəxt şəxs kimdir? Deyir, o bədbəxt şəxs. O şəxsdir ki, bu müqəddəs aydan xaric ola, bu müqəddəs ay sona çata, o bağışlanmaya. Bu ən bədbəxt adamdır. Yəni, müqəddəs Ramazan ayı yekunlaşa, Allah onu bağışlamaya. Belə bir ayda. Deyir, Allah onu bağışlamaya, demək o ən bədbəxt adamdır. Çalışaq bu ayda Allaha yalvaraq. Həqiqətən, orucumuzun kənarında Allahdan bağışlanmaq diləyək. Allah bizi bu ayda bağışladığı bəndələrindən qərar versin inşallah. Allah iradəmizi möhkəm eləsin. Allah Taala bizi salamatlıqdan mübarək qədr gecələrinə və mübarək qədr gecələrindən çox bərəkətli fitir bayramına çatdırsın inşallah. Vəssalamu aleykum və rəhmətullah və bərəkətuhu. Bismillahirrahmanirrahim. Vəl-əsr.
İnnel insane lefî khusr illellezîne âmenû ve amilussâlihât ve tevasav bil hakki ve tevasav bis sabr. Sallu ala Muhammed ve ali Muhammed.